Sizi bilmirəm, ancaq mən bu üsulla artıq uzun illərdir xiyar turşusu bağlayıram. Dəfələrlə rastol üsulu, qaynatmadan bağlamaq, qaynar su əlavə elə, soyuq su əlavə elə, qapağı bağla, qoy ora, əla olacaq falan. Bu reseptlərin heç biri ilə əla çıxmayıb xiyar turşusu. Ya suyu lillənib, ya qırışqalar atıb və həm məhsul zay olub, həm də mənim əziyyətim. Ona görə artıq bir 5 ildən çoxdur ki, bu üsuldan istifadə edirəm və çox da əla xiyar turşuları çıxır, xırç-xırç və uzun müddət saxlamaqlıq. Bu dəfə turşuluq 10 kilo xiyar aldım və alışverişdən gələn kimi həmən iş başına keçdim. Burada gördüyünüz şotka vasitəsilə bütün xiyarları tərtəmiz 3 dəfə 4 dəfə yumuşam, suyunu dəyişmişəm və xiyarların baş hissələrini təbii ki kəsib bir neçə yerdən bıçaq vasitəsilə dəliklər açmışam ki, qazı yaxşı çıxsın və 5 saatdan çox, bəlkə də 6 saat oldu, suda saxladım və bunlar hamısı qəşəng qazını buraxdılar. Tərtəmiz vəziyyətdə sterilizə olmuş bütün bankalara, həm kiloluq, həm 2 kiloluq, həm də 3 kiloluq bankalara yığmışam. Artıq turşu bağlamanın son anlarıdır. Ona görə də banka tapmaqda çətinlik çəkirəm və belə gördüyünüz kimi qırışqaları hamısını sterilizə edib bir kənara yığmışam. Hamısının öncədən qapaqlarını yoxlamışam ki, mənə bağlama aşamasında problem yaratmasın. Qızlar, 3 kiloluq balonlara 2 xörək qaşığı dolu-dolu turşu duzu əlavə edirik. 2 kiloluq balonlara isə 1 xörək qaşığı yarım, 1 kiloluq bankalara isə 1 xörək qaşığı dolu duz əlavə edirik. Turşu duzu, pendir və turşular üçün xüsusi o duzdan əlavə edirik. Qaya duzu əlavə eləməyin. Sonra problem yaradır turşunun suyunda. Və 1 çay qaşığı kiloluğa və 2 kiloluğa 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Ancaq 3 kiloluq balonlara isə 1 dolu xörək qaşığı şəkər tozu əlavə edirəm. Və qaynar su üzərinə əlavə edib, bunları hamısını qaynar suda sterilizə edirəm bir 15 dəqiqə və sonra bankaları kənara bir-bir götürürəm. 1-2 dəfə əlimlə sirkələyirəm, toxundururam belə əlimi yüngülvari ki, sudan qazı çıxsın və ondan sonra üzərinə hərəsinin balaca bankalara, 1 kiloluqlara 1 çay qaşığı uksus, digərlərinə isə 1 xörək qaşığı uksus əlavə edirəm və qapağını kip bağlayıram. Yana çevirib biraz yoxlayıram ki, suyu axırıya axmır və yaxud hava səsi gəlirsə düzəliş eləyib, həmən baş aşağı isti bir ədyalın altına yığıram bunları və nəzarət edirəm ki, isti havalarda sərin otaqda qalsınlar. Evimizin estetikasına fikir verməyin. Evin biraz dekoru, estetikası pozulsa da olar. Kondisionerli otaqda, sərin yerdə saxlayın bunları və qışda inşallah ki, şirin ağızla yiyin. Bu arada siz hansı üsulla hazırlayırsınızsa, onu da yorumlarda qeyd etsəz çox şad olaram. Bilməyənlər də yararlanar.